Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində səfərinin ikinci günündə universitet rəhbərliyi ilə görüşüb. Görüşdə tərəflər birgə əməkdaşlıq imkanlarını, müəllim-tələbə mübadiləsini və gələcək layihələri müzakirə ediblər. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov bu səfərin iki ali təhsil müəssisəsi arasında strateji tərəfdaşlığı möhkəmləndirmək baxımından önəmli olduğunu vurğulayıb. O bildirib ki, interdisiplinar yanaşma və sənaye universitet əməkdaşlığı dayanıqlı inkişafın əsas şərtlərindən biridir. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə ərzaq təhlükəsizliyinin strateji prioritet olduğunu, yüksək ixtisaslı kadrların hazırlanmasının bu istiqamətdə mühüm rol oynadığını qeyd edib. O əlavə edib ki, müasir texnologiyaların və innovativ yanaşmaların aqrar sahəyə inteqrasiyası, məhsuldarlığın artırılması və dayanıqlı inkişaf üçün vacibdir. Görüş zamanı Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub və universitetlə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlıq memorandumu imzalanıb. Rəsmi hissədən sonra qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin müasir laboratoriyaları, açıq və qapalı balıqçılıq laboratoriyaları, heyvandarlıq mərkəzi, maşın-traktor parkı, vivarium, istixana kompleksi, tələbə evləri və taxıl paxlalı bitkilər laboratoriyasını gəziblər. Həmçinin Adao TV-nin studiyası ilə tanış olublar və Elmar Qasımov televiziyaya müsahibə verib. Səfərin sonunda isə Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Aqrar Universiteti nümayəndələri bir qrup professor-müəllim heyəti ilə görüşərək elmi tədqiqat əməkdaşlığı və birgə layihələrin imkanlarını müzakirə ediblər. Görüş xatirə şəkli ilə yekunlaşıb.